Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salam, əziz izləyicilər. Əsası 2018-ci ildə qoyulan 2-ci Şəhidlər Xiyabanının adı dəyişdirilib. Bundan sonra həmin Şəhidlər Xiyabanı hərbi memorial məzarlığı adını daşıyacaq. Həmən məzarlıqda bir nəfər general-mayor, 2 nəfər general-leytinant, 1 nəfər polkovnik, 13 nəfər polkovnik, leytinant, 15 nəfər isə mayor rütbəli hərbiçinin məzarı var. Bildiyiniz kimi Azərbaycan rəsmi olaraq hər hansı bir, yəni konstitusiya ilə hər hansı bir dini mənsubiyyəti olmasa da, əhalisinin əksəriyyəti, bəlkə də böyük əksəriyyəti müsəlmandır və xüsusən Şiə məzhəbinə aid olan insanlardır və Əhl-i Beyt məktəbi Azərbaycanlıların, Azərbaycan xalqının əsas etiqadını təşkil edən bir məktəbdir. Şəhidlik də məhz Əhl-i Beyt məktəbindən əsasən İmam Hüseyn əleyhissalamın zülmə qarşı mücadiləsi nəticəsində şəhadətindən sonra yaranmış ən əsası və genişlənmiş bir termindir. Konkret olaraq şəhidlik məsələsi İslamda, İslam inancında, Quranda çox böyük bir mərtəbəyə sahiblənmək deməkdir. Xüsusən Azərbaycanda da vətən uğrunda canlarını fəda etmiş şəxslərin valideynləri, yaxınları, doğmaları, övladları, ailələri məhz bu adla təsəlli tapırdılar, şəhid adı ilə təsəlli tapırdılar. Son illərdə biz görürük ki, Azərbaycan hakimiyyəti Əhl-i Beyt məktəbinə qarşı çox böyük və açıq bir mübarizəyə başlayıb. Biz bunu hər bir deməli sahədə müşahidə edirik. Məscidlərdə, deməli, məscidlərlə bağlı mövzu artıq bəllidir. İnsanların Məhərrəmlik ayında İmam Hüseyn əleyhissalamın şəhadətinin il dönümü ərəfəsində məscidlərə olunan basqı, məscidlərdə İmam Hüseyn əleyhissalamın qiyamının mahiyyətini simvolizə edən bayrağın yığışdırılması, onu 3 rəngli Azərbaycan bayrağı ilə əvəzləməsi, yəni bu artıq dəyəri dəyərə qarşı qoymaq. Hər bir Azərbaycanlı üçün öz ölkəsinin bayrağı əzizdir, müqəddəsdir və İmam Hüseyn əleyhissalamın qiyamının mahiyyətini simvolizə edən əsas İslam bayrağı şiələr arasında hesab edilən İmam Hüseyn əleyhissalamın bayrağını üzbə-üz qoymaq, bu olduqca yanlış bir addımdır və məqsəd də deməli insanlarda əsasən şiəliyə qarşı bir nifrətin yaradılmasıdır. Sonra biz həbsləri xüsusi qiymətləndirə bilərik. Daha doğrusu həbslərlə bağlı bu mövzuda xüsusi qeyd eləməliyik ki, Şiə məzhəbinə aid olan Şiə inanclılarının, ruhaniləri və dindarlarının həbsi, onların şərlənərək böhtan atılaraq onların həbs edilməsi və ən nəhayət 2025-ci ildə Aşura gününü Tasua günündə qeyd etmək və s. kimi hallar əslində Azərbaycan hakimiyyətinin Şiə məzhəbinə qarşı olan deməli basqınını biraz fikrimizi tam dolğun ifadə etmək üçün işlətmək istədiyimiz bir termin budur ki, soyqırımı. Yəni bu rejimin Əliyev tayfa hakimiyyətinin Azərbaycan Əhl-i Beytçilərinə, Şiə məzhəbinin daşıyıcılarına və bu da təbii ki, Azərbaycan xalqının böyük əksəriyyəti deməkdir. Ümumilikdə Azərbaycan xalqına qarşı deməli basqısını və soyqırımını müşahidə edilir. Burada bir haşiyə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti Şiə əqidəsində inanclıdır və digər o qalan az saylı insanlar da
Onlar da əsasən Şiə əqidəsinə sayğı göstərən Mühərrəm ayında və digər Şiənin əlamətdar günlərində Şiə əhali ilə çiyin-çiyinə eyni kədəri yaşayan və İmam Hüseyn əleyhissalam haqqında eyni cür düşünən və Əhl-i Beytə Şiələr qədər məhəbbət, sevgi bəsləyən insanlardan ibarətdirlər. Və ümumilikdə biz bunların da hamısını götürsək, bir mənalı deyə bilərik ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti Şiə inancına etiqad edən şəxslərdirlər. Əziz izləyicilər, qeyd etdiyim kimi, əslində bu mövzuları ona görə deyirəm ki, şəhid olan insanların valideynləri, yaxınları, övladları, ailələri məhz Şiə sözü ilə təsəlli tapırdılar. Şiə sözü, daha doğrusu şəhid sözü ilə təsəlli tapırdılar. Şəhid sözü bunlar üçün çox zirvədə dayanmış bir yazı idi və bunların qəlbini sakitləşdirən və bunlara təsəlli verən yeganə məsələ şəhidlik məsələsi idi. Biz onu da nəzərə alaq ki, Azərbaycan hakimiyyəti bu şəhid olan şəxslərin böyüməsi, tərbiyələnməsi, bunların qayğıları ilə qətiyyən maraqlanmayıb. Biz konkret olaraq deyə bilərik ki, 2005-ci ildə təqribən 2005-ci il, 2005-2006-cı illərə təsadüf edir. İlham Əliyev uşaq pullarının verilməməsi ilə bağlı sərəncam imzaladı. Uşaq pulları Azərbaycanda dayandırıldı. Elə biz o illərdən təqribən götürəndə, bax bugün şəhid olanların əksəriyyəti o illərdə uşaqlıq dövrlərini yaşayan insanlardılar ki, hansı ki dövlət onlara heç bir qayğı göstərməyib. Onların əksəriyyəti uçuq daxmalardan onların cənazələri çıxarıldı. Onlar uçuq daxmalarda yarı ac, yarı tox, ət üzünə həsrət qalmış, bəlkə də yayda, qışda bir dənə ayaqyalın olan, bir dənə şalvarı həm yayda, həm qışda geyinən, çox ağrılı, acılı həyat sürən ailələrin elə acılı, ağrılı, acılı övladlarıydılar ki, dövlət heç bir halda onlara qayğı göstərməyib. Bugün də o davam edir, o proses. Bugün də Azərbaycan hakimiyyəti gənclərin ümumiyyətlə uşaq pullarının verilməməsində iddialıdır və eyni zamanda az təminatlı ailələrlə bağlı Azərbaycan hakimiyyətinin və dövlətin heç bir konsepsiyası yoxdur. Əgər hətta ünvanlı dövlət sosial yardım adında bir deməli yardım, dövlətin bir yardımı var, onun da alması üçün hər il prosesi çətinləşdirirlər, məhdudlaşdırırlar və işləməyən, hətta həyatında bir neçə ördək saxlayan adamın belə, kasıb ailələrin belə ünvanlı dövlət yardımı verilməməsi üçün bəhanələr uydururlar. Bunlar haqqında biz həmişə danışmışıq və indi də mən xüsusi bir cümlə ilə keçmək istəyirəm ki, bu insanlar, bu cür şəhid olan ailələr çox çətinliklə uşaq böyütmüşdülər və bir gün İlham Əliyevin şəxsi etirazına, öz hakimiyyətinin mövcudluğunu saxlamaq üçün qurban vermək lazım oldu və təbii ki, həmən o kasıb ailələrin balaları qurban verildi. Kasıb ailələrdə şəhid sözü ilə təsəlli tapırdılar. İndi İlham Əliyev şəhid sözünü də oradan alıb, şəhidlər xiyabanı sözünü də oradan çıxardıb, hərbi memorial məzarlıq adını verdi ki, bunun da təqribən İslam dini ilə heç bir bağlılığı yoxdur və o ailələrin bir mənalı olaraq incidilməsi. Mən düşünürəm ki, bəlkə də onlar şəhid olanda o qədər incimədilər, onların qəlbləri o qədər yanmadı, sızlamadı. Amma İlham Əliyevin bu sərəncamı onların qəlblərini o qədər yandırdı və o qədər dağladılar. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi isə İlham Əliyev hakimiyyətinin Əhl-i Beyt məktəbinə baskısının növbəti bir dalğasını biz görürük. Sadaladım mən, dedim, yəni İmam Hüseyn bayrağının məscidlərdən yığışdırılması və ən nəhayəti 25-ci ildə Aşuranı Tarsua günündə qeyd eləmək, bunu özə məcburən, zorla bunu elətdirmək, məscidlərdəki vəziyyət, sonra xüsusən axınlarla bağlı, məscid axınları ilə bağlı Azərbaycan hakimiyyətinin barışmaz, acımasız siyasəti
və bu proseslər, həbslər, xüsusən həbslər və s. Və xüsusi olaraq deməli müqəddəslərin ziyarətgahları Şiə əqidəsində bilirsiniz ki, bəzi müqəddəslərin Kərbəladır, Kərbəla şəhəri, Nəcəf şəhəri, Qum şəhəri, Məşhəd şəhəri, bunlar Şiə məzhəbinin deməli mərkəzləri hesab olunurlar və bu mərkəzlərdə ara sıra Şiələr gedib ziyarət edirlər. Bizim əldə etdiyimiz məlumata görə artıq gələn ildən Ərbəyin ziyarəti ilə bağlı Azərbaycanda ciddi problem olacaq. O turlar ki, ziyarət turları təşkil edən şəxslərə tapşırıq verilib ki, artıq Ərbəyin ziyarətinə təşkil olunmasın. Belə bir məlumat var. İndi bu məlumatın nə qədər dəqiq olması, doğru olması, əlbəttə ki, biz inanırıq, çünki bu vaxta qədər bu hadisələri törədən hakimiyyət buna da əl atacaq. Bu elə bir ciddi bir şey deyil. Bundan əlavə bizim əldə etdiyimiz, yəni bizə gəlib çatan məlumatlardan biri də budur ki, gələn ildən ola bilsin Mühərrəm 10 günlük Mühərrəm deməli günləri keçirilir, matəm günləri Kərbəla şəhidləri ilə bağlı. Həmən matəm mərasimlərinin yığışdırılması və onun əvəzində 44 günlük savaşda şəhid olan şəxslərə matəm günləri keçirtmək kimi bəzən yerlərə tövsiyələr olunub. Hətta deməli Allahşükür Paşazadənin idarəsindən bəzi yerlərə belə bir bildirişin getdiyi də qeyd olunur, deyilir. Əlqərəz, məsələ ondan ibarətdir ki, növbəti illərdə İlham Əliyev hakimiyyəti Mühərrəm 10 günlük Mühərrəm və ondan sonra Mühərrəm səfər ayındakı Azərbaycan əhalisi İmam Hüseynə və onun tərəfdarlarına matəm saxlayırlar, deməli sayğı olaraq şənlik tədbirləri keçirilmir. Həmən Mühərrəm səfər ayının Azərbaycanda yavaş-yavaş ləğv edilməsi ilə bağlı gizlin göstərişlər var. Bu birmənalı olaraq biz bu düşüncədəyik ki, bunu heç kim bacarmayacaq. Çünki bundan əvvəlki illərdə də, tarixdə İmam Hüseyn məktəbini söndürməyə və onu insanların qəlbindən çıxartmağa çox çalışıblar. Hətta Səddam kimi zülmkar, zalim bir rəhbər İraqda bunu Kərbəlada qadağan etmişdi, Mühərrəm tədbirlərinin keçirilməsi. Amma indi biz görürük Səddam harda, Kərbəlanın indiki vəziyyəti necədir. Eyni zamanda bizim əqidəmizə görə Azərbaycanda da insanların qəlbindən bunu çıxartmaq mümkün olmayacaq. Amma hər halda rejim, İlham Əliyev hakimiyyəti Azərbaycanda ciddi olaraq deməli Şiə məzhəbinə qarşı baskılarla yadda qalır və zorla İmam Hüseyn məktəbinin, Aşura məktəbinin məhəbbətini, onun təsirlərini insanların qəlbindən çıxartmağa cəhd eləyir. Buna nə qədər nail olacaq, nail olmayacaq, bunu tarix göstərir ki, bizim əqidəmiz budur ki, heç cür nail olmayacaq. Çünki İmam Hüseyn məktəbinə, Əhl-i Beyt məktəbinə dil uzadanların hər zaman dili quruyub və onlar cəhənnəmin ən deməli acınacaqlı yerlərində məkan eləyəcəklər. Bu dinin bizə verdiyi vədədir. Hesab edirik ki, bu İlham Əliyevin birbaşa özündən deyil, bu xarici deməli qüvvələr təsirindən İlham Əliyev bu addımları atır. Əlbəttə ki, işğalçı İsrail rejiminin Azərbaycanda təsir imkanları danılmazdır. Hər bir Azərbaycan vətəndaşı artıq Azərbaycanın məhz İsrail kəşfiyyatı tərəfindən idarə olunması ilə bağlı fikrə sahibdir və yaxud da o barədə ən azı müəyyən şübhələrə sahibdir. Və birmənalı olaraq bütün dünya güclərinin Şiə məktəblərinə qarşı, Şiə məktəbinə qarşı, Əhl-i Beyt məktəbinə qarşı hücumun, baskının bir hiss tərkibi kimi biz bunu qiymətləndirdik. Azərbaycan da böyük əksəriyyət dediyim kimi Şiə məzhəbinə aiddir və Şiə inancını daşıyan xalq Şiə inancını daşıyır. Bu cür deməli təsir vasitələri ilə insanları istəyirlər ki, bu Əhl-i Beyt məktəbindən uzaqlaşdırsınlar. Səbəb nədir? Səbəb də bir cümlə ilə desək, əgər dünyada yeganə
məktəbdir ki, Əhl-i-Beyt məktəbi zülmə qarşı dirənişi təqdir eləyir və deməli zülmə qarşı dirənişi hər zaman, hər yerdə canlı saxlayır. Heç bir halda zülmlə barışığı qəbul etmir. Əlbəttə ki, bu da imperialistlərin maraqlarına tam ziddir. Ona görə də Azərbaycan kimi ölkələrdə deməli bu Əhl-i-Beyt məktəbini yavaş-yavaş sıradan çıxartmağa çalışırlar ki, həmən ölkələrin xalqları bu cür imperialist deməli düşüncəyə qarşı üsyan etməsinlər. Bunların maraqlarını pozacaq hər hansı bir addım atmasınlar. Bunun üçün də bir mənalı olaraq Azərbaycan xalqı ayıq olmalıdır. Bilməlidir ki, Azərbaycan xalqının əqidəsi əlindən alınır. Bir insanın ki, əqidəsi əgər əlindən alındısa, o insanın deməli ölü ilə heç bir fərqi olmayacaq. O insan artıq canlı ölü hesab olunacaq. Bu rejim deməli istəyir ki, xalqı canlı ölüyə çevirsin. Azərbaycan xalqı gərək dirəniş göstərsin və hakimiyyətin bu planını pozsun. Mən dinlədinizsə hər birinizə təşəkkür edirəm və xahiş edirəm videonu bəyənin və paylaşın. Eyni zamanda kanala abunə olmağınızı da xahiş edirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.